Salam, hörmətli kanal izləyicilərimiz, bu gün Nəsimə Masadır qəsəbəsində Zeynal marketə yaxın, tam sonra yaxın belə bir gözəl bir 2 mərtəbə evimizlə mən tanış edirəm. Evimiz 2 ailə yararlı, hörmətli kanal izləyicilərimiz, mərkəz olsa yaxın bir əraziyə yerləşən, bu Sumqayıt yoluna yaxın bir əraziyə yerləşir. Qoşadaşlı inşa olunub evimiz, birinci növbədə evimizin birinci mərtəbəsinə və həyətyan sayəsində mən tanışdım. Bax, gördüyünüz həyətyan sayəsində formadadır, plekamız ikinci mərtəbəyə qalxan plekamızdır. Evimizin birinci mərtəbəsində 15-16 daş hündürlükdədir, yeri betonu tərsin, divarlar ağardılıb, elektrik sistemlər çəkilib, hazır vəziyyətdədir. Gələcəyini istəsəz, istipol metal kafelinə vurub, yəni ev kimi də birinci mərtəbə edə bilərsiniz. Və yaxud ki, ya mətbəxi kimi, ya istilər zonası kimi saxlaya bilərsiniz. Evimizin arxa tərəfində də bu gördüyünüz ki, metr yarım məsafə saxlanılıb. Burada da mərkəzi konsentrasyon kimi qoyulub. Və evimiz arxa tərəfdən də sulaqla təsis olunub. Ev tam mülkiyyət, hörmətli kanal izləyicilərimiz, evin də torpağın tam mülkiyyət sənədləri qaydasındadır. İsə evimizin digər, bax burada da bir dənə bax belə bir otağımızdır. Yəni də pəncərəsi birbaşa öz həyətinə açılır. Metr yanından çox məsafə var orada. Burada da yəni ikinci mərtəbə olduğu kimi, yəni aşağıda da sanitar qoşular yarada bilərsiniz. Burada kanalizasiya xətti və kombi xətti sol tərəfdədir. Qaz xəttinə kimi var. Burada da yəni mətbəx yarada bilərsiniz. Əsas odur ki, kanalizasiya xəttləri çəkilib hazır vəziyyətdədir. Bir daha xatırlayın, evimiz 4 dövrəmə qoşadaşla. Burada kombi sistemdə işləh vəziyyətdədir. Bütün minutikadır, hamısı hazır vəziyyətdə. Hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizi ikinci mərtəbəsini tanış edim. Evimizin ikinci mərtəbəsi, hörmətli kanal izləyicilərimiz, evimiz xatırlanıb qismən əşya satılır, istəyə görə tam əşya da satılır, ümumiyyətlə beləncə qismən satılır. Evin də torpağın tam mülkiyyət sənədləri qaydasındadır. Evimizdə ikinci mərtəbə sol tərəfdə mətbəximizdir, sanitar qovşağımız, yataq otağımız sağda isə evimizin qonaq otağıdır. Birinci növbədə mən sizə evimizin mətbəxi ilə tanış edirəm. Gördüyünüz bu mətbəx mebelimiz evimizin içində qalacaq. Kombisi işləh vəziyyətdədir. Evimizdə 2 dənə kondisioner işləh vəziyyətdədir. Yəni alıcının öz istəyinə asılıdır ki, yəni onlar qalsın və yaxud da getsin. Bir daha xatırladım, qismən əşyalı satılır. İpoteka yararlıdır. Evin də torpağın tam mülkiyyət sənədləri qaydasında. Burası evimizin ikinci mərtəbə sanitar qovşağıdır və yeri stipolla təsis olunub. Burada uşaqlar üçün nəzərdə tutmuş yataq otağıdır. Bu gördüyünüz əşyalar hamısı evimizin içində qalacaq. Onu da xatırladım sizə. Pəncərəsi, yəni öz həyətin açılır. Metr yarımdan çox məsafəsi var arxada. Və burada isə ikinci yataq otağıdır. Bax, belə bir gözəl bir yataq otağı. 2 ailəyə yararlıdır. Evimiz çox səliqəli saxlanılıb. Bir daha xatırladım, qoşadaşla inşa olunub. Möhkəm tikili evimizdir. Qiymət xatırladım sizə 79.000 manata satışa çıxıb. Sözsüz ki, real alacaqların yenə də endirim olunacaq. İndi isə mən sizi qonaq otağı ilə tanış edim. Və sonunda isə qonaq otağımızda belə bir gözəl bir möhtəşəm bir qonaq otağı, hörmətli kanal izləyicilərimiz. Buradan da mən sizə göstərdim. Pəncərələr şəbəkə pəncərədir. Birbaşa öz həyətinə baxır, hörmətli kanal, tam yaşayış olan bir yerdir. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz. Xatırladım ki, evin də torpağın tam mülkiyyət sənədləri qaydasındadır, ipoteka yararlıdır. Əgər dövlət ipoteka sizə bank kredit ayırıbsa, evimizi ipoteka ilə də əldə edə bilərsiniz.